Bağa baxsan bağ olar, baxmazsan dağ olar. Bu el misalını heç də boşuna səsləndirmədim. Əraziyə baxdığımız zaman sizdə belə bir fikir formalaşa bilər ki, bura hansısa bir xarabalıqdır. Xeyr, yanılırsınız. Bura 15-ci əsrə məxsus olan, daha dəqiq desək, 1439-1440-cı ildə inşa edilən Səngəçal karvansarasıdır. Bura memarlıq abidəsidir. Bəli, ancaq baxımsız vəziyyətdədir. Bilmirəm, aidiyyəti qurum bu məsələdən xəbərdardır, yoxsa yox, hər halda mənzərə dəyişməz olaraq qalır. Bu mənzərəni görəndən bəri elə hey öz-özümə düşünürəm. Hər daşı tarix olan bu memarlıq abidəsi niyə öz qədərinə tərk edilib? Karvansaranın çox gözəl turizm potensialı ola bilərdi. Ancaq bu mənzərəyə hansı turisti cəlb eləyək? Dünya təcrübəsinə nəzər saldığımız zaman memarlıq abidələri, tarixi abidələr qorunur və həssaslıqla mühafizə olunur. Elə bunun nəticəsidir ki, dünyanın bir çox ölkəsində, dünyanın bir çox nöqtəsində tarixi abidələri, memarlıq abidələri bugün turistlərin ən çox ziyarət elədiyi yerlərdən birinə çevrilib. Sizə nümunə olaraq Fransanın Louvre muzeyini göstərmək istəyirəm. Belə ki, əvvəllər Kral Sarayı olan bu muzey indi milyonlarla turisti qəbul edir. Eyni zamanda Praqa qalasını nümunə göstərim ki, indi hal-hazırda dövlət tərəfindən möhtəşəm bir şəkildə qorunur və hər il yenə də eyni şəkildə milyonlarla turist qəbul edir. Bəs görəsən biz bunu niyə bacarmırıq? Halbuki bu karvansara Bakı ilə arası təxminən 35-40 kilometrdir. Memarlıq abidəsi 2022-ci ildə Mədəniyyət Nazirliyi tərəfindən mühafizəyə alınıb. Daha doğrusu onların tərkibinə verilib bu ərazi. Və həmin vaxtda söz verilmişdi ki, təmir bərpa işləri aparılacaq. Üzərindən tam 4 il keçib. Heç bir nəticə yoxdur. Sözügedən karvansaranın bərpa olunaraq yenidən istifadə edilməsi məsələsi gündəmdədir. Bununla bağlı həmin tarixi abidə investisiya layihələrinin siyahısına daxil edilib. Mədəni abidələr bizim mədəni irsimizdir. Bunu qoruyub gələcək nəsillərə bunu çatdırmaq lazımdır və dünya təcrübəsi də burada göstərir ki, bütün ölkələr tarixə daha çox köklənirlər və tarixi abidələri qoruyaraq həm gələn turistləri cəlb edirlər, həm də ki, gələcək nəsillərə mədəni irslərini qoruyub çatdırırlar. Ora təmir olunsun. Təmir olunandan sonra düşünürəm ki, Qobustan istiqaməti, yəni Qaradağ rayonunun ərazisində yerləşən Qobustan Dövlət Qoruğu və Palçıq vulkanlarına gedən turistləri Sanqaçal karvansarayına da aparmaq olar. Bu yeni destinasiyanın yaranması, yeni bir məkanın göstərilməsi daha da məqbul hadisədir və yeni bir marşrut xəttinin əmələ gəlməsi və yaxud marşrut xəttinin içərisində yeni bir məkanın tanıtılması bu həm dövlət büdcəsinə, həm ölkəmizin daha da zəngin mədəni irsə malik olmasına, həm də turist paketlərinin daha da zənginləşməsinə təkan verəcək. Xatırladaq ki, 2025-ci ildə dünyanın ən çox gəlir gətirən memarlıq və tarixi abidələri sırasında Fransadakı Eyfel qülləsi xüsusi yer tutur. Abidə il ərzində turistlərdən təxminən 300 milyon manatdan çox gəlir əldə edib. İtaliyada yerləşən Kolosseum muzeyi isə ölkənin ən gəlirli tarixi abidəsi hesab olunur və illik gəliri təxminən 200 milyon manatı ötüb. Yunanistanda yerləşən Afina Akropolu isə turistlərdən il ərzində yarım milyarda yaxın vəsait əldə edir.